Salam, əvvətiniz xeyir olsun yoldaşlar, hər birinizi xoş gördük. Dövlət İmtahan Mərkəzinin blok sınaq test topusundakı 16-cı sınaq izahına baxırıq. Başlayaq birinci sualına. Həmcins xəbərli sadə cümləni müəyyənləşdirmək lazımdır. Səbri hövsələni unudan insan ağıldan dastan asmasın. Demək, dastan asmasın. Kim? İnsan. Hansı insan? Səbri hövsələni unudan. Burada həmcins xəbərli cümlə yoxdur. Həmcinslik fe'li sifət tərkib nas tərəfindədir. Ona görə A variantının altı kənarı. Onun gətirdiyi kitablar stolun üstündə, dolabda hər yerdə idi. Zahirən bu zəflik kimi aldada bilər sizi ki, burada həmcins zəflik var deyə. Amma diqqətli olursunuz nədə? Ümumiləşdirir söz nə rolundadır? Xəbər rolundadır. Ümumiləşdirir söz xəbər rolundadırsa, demək ki, bunun ümumiləşdirdiyi sözlər də xəbər rolundadır. Çünki ümumiləşdirir söz hansı cümlə özü həmzdə yaradırsa, onları ümumiləşdirə bilər. Ona görə stolun üstündə idi, dolabda idi, hər yerdə idi. Bu vəziyyətində həmcins xəbərləri çox rahat şəkildə müəyyənləşdirə bilərsən. Bu məsələ içəridə, iclasda dostların arasında müzakirə olundu. Müzakirə olundu. Cümlənin xəbəridir, həmcins xəbəri yoxdur burada. Daha sonra Elgünün əlləri əsdi, gözü qaraldı. Bu ifadə, bu cümlə daha doğrusu tabesiz mürəkkəb cümlədir. Burada hər hansısa bir həmcins cümlə üzvü yoxdur. Bu kimi nümunələrdə sinə ilə çaşdırmağa çalışırlar. Fikir versəz, zahirən adam elə gəlir ki, hər ikisi Elgünlə bağlıdır deyə burada bir sadə cümlə anlayışı var. Amma elə deyil. Bax, nə etdiyi? Əsdi. Nə əsdi? Elgünün əlləri. Daha sonra gözü qaralmaqda frazeoloji birləşmədir. İkisi bir yerdə cümlənin xəbəri olur. Yəni bizim bu cümləmiz iki dənə ayrı-ayrı komponenti var. İki ayrı qrammatik əsası var. Biri müəyyən şəxsdir, biri şəxsiz cümlədir. İkisinin birləşməsindən əmələ gələn tabesiz mürəkkəb cümlədir. Ona görə D variantı bizim şərtimizi ödəmir. Aynur, evə gələn qonaqları qarşılayan Reyhan idi. Burada Reyhan idi, cümlənin xəbəridir Reyhan, amma həmzisli yaratmış olmur. 2. Cümlədə işlənmiş fe'li bağlama tərkibi ilə bağlı səhvləri müəyyənləşdirmək lazımdır. Nə etmişdi? Xəyala dalmışdı. Kim? Gülarə. Necə, nə tərzdə? Gözünü bir nöqtəyə zilləyərək. Hamısı bir yerdə fe'li bağlama tərkibidir və zəflik mövqeyində işlənmiş olur. Ona görə 2 doğrudur. Xəyala dalmaq, fikir versəz burada mış zaman şəkilsi var. Demək ki, xəbər şəklindədir. Xəbər şəklindədirsə təsriflənən fe'ldir və fe'li xəbərdir. İsmi xəbər deyil. Təsir yalda olan ismi özünə tabe eləmiş olur. Bəli. Gözünü zilləyib. Burada diqqət edəcəyiniz məsələ nədir? Gözünü zilləmə ifadəsi frazeoloji birləşmə deyil. Zilləmək sözünü ifadə etdiyi 2 dənə əsas məna var. Bir mənası var, zilə qalxmaq mənasında. Zil səs tonu var da, zildən zilləmək mənasına gəlmiş olur. Bir də gözlərini bir nöqtəyə dikib baxmaq mənası var. Həmin o məna sözün elə ilkin mənasındadır. Gözünü zilləmək, baxışını zilləmək mənasındadır və o frazeoloji birləşmə yaratmır. Çünki sözün ilkin mənasıdır. Gözünü zilləyib təsir yalda olan ismi özünə tabe eləmiş oldu. Demək, bu qaydasındadır. Sonra aslı tərəfi hərəkətin obyektini bildirir. Hərəkətin obyekti var. Baxsan, gözünü zilləyib. Göz təsiri yaldadır və təsir yaldanan söz də obyekt bildirə bilir. Bu doğru fikirdir. İdi köməkçi sözün hissəciyini qəbul edib cümlədə xəbər kimi işlənir. Xeyr, fe'li bağlama cümlədə xəbər kimi işlənmir. Tərkibində bitişdirici samit yoxdur. Zilləyib sözünə baxsan, orada y var. Cavab olmalıdır 1, 5, 6. Ola bilər düşünərsiniz ki, gözünü bir nöqtəyə zilləyib idi deyə bilirəm də. Elə bir şey deyə bilməzsən. Və yaxud lap desən də, sən orada xəbər kimi işlətdiyin fe'lin təsriflənən forması olacaq. Onun təsriflənməyən formalan fe'li bağlama heç bir adəti yoxdur. Heç bir cümlə üzvü olmayan ifadə ilə bağlı səhv fikir müəyyənləşdirmək lazımdır. Yəni, düşkün dünya ifadəsindən söhbət gedir. Çünki bu hal-hazırda nədir? Xitab rolundadır və heç bir cümlə üzvü deyil. Xəbərlə xitab sintaktik əlaqəyə girmir. Bunlar arasında heç bir sintaktik bağlı olmur. Ümumiyyətlə, xitab barə sözlər cümlə özlərindən sintaktik cəhətdən yox, məna cəhətdən əlaqələnə bilir. Ona görə bir də verilən fikir yanlışdır. Söz birləşməsinə ifadə olunub, bəli, düşkün dünya birinci növ təni söz birləşməsidir. Birləşmənin az tərəfi düşmək fe'lindən düşkün sifətini yaratmış olur. Bu doğru fikirdir. Uzlaşma əlaqəsinin əsas tərəfidir. Xeyr, uzlaşmanın heç bir tərəfi deyil xitab. Cümlə özlərlə məna əlaqəsi var, bəli. Qrammatik əlaqə olmur, amma məna əlaqəsi olur. Hər iki tərəfin yazış və dəyişində fərq yoxdur, yanlışdır. Düşkün sözü g ilə tələffüz olunur. Düşgün şəklində. Demək, bizim cavabımız olar 1, 4 və 6. 4. Kökü fe'il olsa da fe'ildən düzəlməmişdir. Kitabxana sözündə sözün kökü kitab isimdir. Sözün kökü son fe'il deyil. Sözün kökü yay fe'il deyil. Sonra sözün kökü düşmən yenə fe'il deyil. Cavab qalır E variantı. Sözün kökü olacaq boyamaq. Boyamaqdan boyaq ismi yaranır. Sonra da boyaqçı ismi yaranır. Demək, cavab olur E. Kökü fe'ildən, amma fe'ildən düzəlməyib. Hansı cümlədə iki qoşma işlənmişdir? Evə çatan kimi kimsə onu səslədi. Burada bir dənə kimi qoşmamız var. Başqa da bir qoşma yoxdur. Kimsə bu əvəzlikdir.
qoşma rolunda olan bir sözə deyil. Məncə onun kimilərinin fəaliyyəti yaxşı olur. Məncə sözü bütövlükdə olacaqdı modal söz. Bunun tərkibində nəyi sayıra bilmirik. Burada sadəcə kimi qoşması var. Sanki dünəndən bəri dincəlməmişəm. Bəri qoşmadır, amma sanki modal sözdür. Burada bir dənə işlənib. Sənin kimi ağıllı qızın tayı bərabəri yoxdur. Burada yenə kimi bir dənə qoşmamız var. Cavab qalır E variantı. Mən dostum ilə, burada ilə qoşmadır. Mövzu haqqında danışdım. Bu da haqqında da aidlik mənası ifadə edən qoşmadır. 6. Hansı cümlələrdə yanaşı işlənən isimlər adlıq haldadır? Əsdi qara yel, çəltiyə, bostanə nə borcum? Çəltiyə, bostanə. Bunlar yönlük haldadır. Yel isə adlıq haldadır. Ödəmədi. Elm işıqdır. İşıqdır nə elm? Aha, adlıq halda olan yanaşı 2 dənə ismimiz var burada. Daha sonra dərə zülmət kimi görünməz olur. Gələndə duman. Dərə və zülmət hər ikisi adlıq halda olan yanaşı gələn isimlərimizdir. Ormanında maral gəzər, çöllərində ceyran süzər. Yerlik adlıq yanaşı gəlmiş olur. Bu sinələr dağlar ilə danışır. Sinə adlıq haldadır, dağlar da adlıq haldadır. Hər hansısa bir halın şəkisi yoxdur, qeyri-müəyyən yoxdur. Demək cavabımız olar 2, 3 və 5. 7. İndi siz xanım, elə güman etməyin ki, mən divlərimi quru nağılla bəsləyirəm. Cümləsində budaq cümlənin xüsusiyyətləri. Elə güman etməyin ki, sual çıxır. Nəyi? Baş birinci, budaq ikinci gəlmiş olur. Bizdən də budaq cümləyə bağlı fikir lazımdır. Bəsləyirəm. Nəyi? Divlərimi. Nəylə? Nağıl ilə, nağılın vasitəsilə. Necə nağılla? Quru nağılla. Qeyri-müəyyən şəxsi cümlədir. Xeyr. Qeyri-müəyyən şəxsi cümlənin xəbəri üçün şəxsin cəmində olmalıdır. Bu isə birinci şəxsin təkindədir və müəyyən şəxsi cümlədir. Baş sözlərdən biri mürəkkəb sözlə ifadə olunmuşdur. Bəli, mən mübtədədir, əvəzi ilə ifadə olunub, sadə sözdür. Bəsləyirəm söz var, bu da quruluşda sadə bir sözümüzdür. Demək ki, mürəkkəb sözlə ifadə olunmaq heç birinə aid olmadı. Bu, baş cümlə üçün keçərlidir. Budaq cümlədə elə bir fikir yoxdur. Xəbər sadə feillə ifadə olunub, bəli. Bəs və bəslə arasında məna yaxınlığı yoxdur. Bəsləmək sadə sözdür. İkinci dərəcəli 3 dənə üzv işlənmişdir, düzdür. 2 tamamlıq bir dənə də təyinimiz var. Əgər 3 fərqli cümlə üzvü desəydi, o zaman problem olardı. Tərkibində yalnız qrammatik mənası olan söz də var. Doğrudur, ilə qoşması var. 3, 4 və 5 olar bizim cavabımız. 8. Cümlələr əsasında uyğunlaşdırmaq lazımdır. Aha. Deyir ki, təsdiqlənən feillər eyni şəkildə və eyni zamandadır. Baxırıq, təsdiqlənən feil inanmırdı və çıxdı. Hər ikisi xəbər şəklindədir. İnanmır indiki zaman d hissəcikdir. Sən orada d-nın əvvəlinə bir maq yapışdır. İnanmırmaq tutmur. Və ya fikir versən, inkar var. Əgər d zaman şəkilsi olsaydı, inkar d-nın əvvəlində işlənməli idi. Ir zamandan sonra qoşulduğuna görə oradakı d hissəcikdir. Burada isə bax, çıxmaq əvvəlinə ma qoşa bilirsən, çıxmadı. Hər iki vəziyyət oradakı d-nın zaman olduğunu göstərir. Düzdür, hər ikisi xəbər şəklindədir. Amma eyni zamandadır deyə bilmirik. Yalnız qrammatik mənası olan sözlərdən də istifadə olunmuşdur. Bəli, birinci verilən nümunədə baxsaq, nəyimiz var? Bağlayıcımız var. İkinci verilən nümunədə qoşmamız var. Aha, doğru fikirdir. Həm təsdiqdə, həm də inkarda işlənən feil var. Həm təsdiqdə, həm inkarda. Baxırıq ki, burada birinci verilən nümunədə xəbər tutmaq təsdiqdir, inanmırdı isə inkarda işlənmişdir. İkinci verilən nümunədə özünə gələ bilməyən və sağollaşıb çıxdı. Həm təsdiq var, həm də inkar var. Ona görə bu da doğru bir fikirdir. Çıxışlı hal şəkisi qəbul etmiş söz var. Fərqli cəhət istəyir bizdən. Ortaq cəhət deyil. Stadiondan sözündə var. Birinci verilən nümunədə gətirilməsindən sözündə də var. Bu ortaq cəhətdir. Söz birləşməsi ilə ifadə olmuş cümlə özü var. Demək, sağollaşıb stadiondan çıxdı. Fikir versən, necə nə tərzdə? Hələ də özünə gələ bilməyən kösəri ilə sağollaşaraq, hamısı bir yerdə feili bağlama tərkibidir, zəflik rolundadır. İnanmırdı. Nəyə? Əhəd kişinin xəbər tutacağına. Burada da yenə tamamlıq söz birləşməsinə ifadə olunmuşdur. Bu, hər ikisi ilə bağlı görə biləcəyin məsələdir deyə ortaq cəhət deyil hissəsinə verə bilmirsən. Ona görə bu da atdıq kənara. Sonra qoşma qoşulu sözlə birlikdə söz birləşməsi daxilində ikinci dərəcəli sayılır. Qoşma qoşulu sözlə bir yerdə. Birincidə qoşmamız varmı yoxdur, amma ikincidə var. Görsən söz birləşməsinin aslı tərəfində köçəri qoşma ilə bir yerdə işlənmişdir və müstəqil şəkildə yox, söz birləşməsinin aslı tərəfində gələrək cümlə üzv rolunda işlənmiş olur. Ona görə bu fərqli cəhətdir, ortaq cəhət deyil. 9. Hansı sırada, demək, isə köməkçi hissəciyi qəbul edən feillərimiz var. Sağ sayının əvvəlinə dedik, maq qoşa bilərik. Məsəl üçün, məşhurlaşdıracaqlarmaq olmur. Yüyürəcəkmək olmur. İncimişdirmək olmur. Demək ki, buradakı sağlar nələrdir? Hissəciklərdir. Amma fikir ver buna. Parçalamaq, getdi. Salamlaşmaq, getdi.
nə bilim, əyləşmək, getdi. Qaytarmaq, getdi. Bunlarda sanın əvvəl qoşa bilsən, bunlar hissəcikli söz deyil. Hansı cümlədə işlənmiş köməkçilik hissəsi tabeli mürəkkəb cümlənin tərəflərini bağlamağa xidmət etmir? Sa plus də, sa plus belə. Bu vəziyyətdə qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlə yaranır və oradakı da və yaxud da ki, belə qüvvətlendirici ədatları tərəfləri bağlamağa xidmət eləmiş olur. Buna görə bunları rahatca ata bilərsən. Daha sonra, çünki səbəb bağlayıcısı baş və budaq cümləni bağlaya bilir ki, istər budaq cümlədə gəlsin, istər baş cümlədə gəlsin. Bağlayıcı olaraq tabeli mürəkkəb cümlənin tərəflərini bağlayır, heç bir sıxıntı yoxdur. Bəzən aldadırlar ki, budaq cümlədə gəlibsə, demək ki, bağlayıcı vasitə deyil. Elə bir şey yoxdur. Cavab olar bu variantı. Çünki m sual ədatı sual mənasını saxlayırsa və ya bundan sonra ki qoya bilirsən və ya baş cümlədə işlənirsə, o zaman bağlayıcı vasitə deyil. Ona görə cavab olur bu. 11-ci sual. Köməkçilik hissəsinə bağlı Eyler-Venn diaqramındakı doğru fikirləri tapmaq lazımdır. Köməkçilik hissəsi buradakı çox sözüdür. Qədim sözünün dərəcəsini artırmış olur. Buradakı də var, burada da barədə var. İndi də bağlayıcı rolunda, barədə isə qoşma rolunda işlənən bir ifadədir. Sifətin çoxaltma dərəcəsini yaratmışdır. Düzdür. Zəflə qrammatik amonim təşkil edir. Düzdür. Çox sözü həm sayla, həm də zəflə qrammatik amonimdir. İki köməkçilik hissəsi işlənmişdir. Birincidə 2 dənə yox, 1 dənədir. Bənzətmə mənasını bildirir heç biri. Burada bənzətmə mənası bildirən köməkçilik hissəsi yoxdur. Cümlələri bağlamağa xidmət edir. Burada bir dənə cümlə var. Heç bir cümlələr yoxdur. Cavab olar bu variant. 12. Nümunədəki bir sözün morfoloji mənsubluğunu. Bir soruşun bu qarğınmış fələkdən. Burada bir ifadəsi ədatdır. Daha soruşun, artıq soruşun bu qarğınmış fələkdən mənasındadır. Daha sonra bu əşyaları yalnız sən daşımalısan. Ədat mövqeyindədir. Ola bilsin ki, 1 kitab aldım, 2 kitab aldım, 3 kitab aldım saydı. 1 nəfər gəlmişdi, 2 nəfər, 3 nəfər, 4 nəfər gəlmiş deməkdir. Demək, birinci və ikincidə verilənlər ədatdır, 3 ilə 4-də verilənlər də miqdar sayıdır. 13. Əlavə cümlənin baş özünə aiddir və ikinci dərəcə özünə aiddir. Baxaq. Oxuyub qurtarmamış, kitabı yerə qoya bilmədim. Bax, yerə qoya bilmədim. Nəyi? Kitabı. Kitabı trenin sol tərəfində işlənir və xəbərlə əlaqələndirəndə nəyi sualına cavab verir? Tamamlıqdır. Əlavə cümlənin ikinci dərəcəli özünə aid olmuş olur burada. Xartut xalqıma ərmağandır, ehsandır. Fikir ver, trenin sağında gələn söz xəbərli şəkilçili sözdür. Demək ki, burada əlavə nə aid olan? Xəbərə aid olur. Ona görə 2-ni götürə bilərsən. Səbirsizliklə sizin ikinci kitabınızı gözləyirik. Bax, gözləyirik. Nəyi? Sizin kitabınızı. Burada da yenə əlavə tamamlığa aiddir. 4. İkinci dərəcəli üzv aid olan istəyir bizdən. Dünən, yəni ayın ikisi atamla birgə təlimə getmişdik. Getmişdik. Nə zaman? Dünən. Trenin solu müstəqil suala cavab verir. Və xəbərlə əlaqələnir. Zəfliyin əlavəsi var burada. Əgər ana, yəni bizi dünyaya gətirən ilahi hikmət, bala get əlini deyirsə, sən xoşbəxtsən. Bax, deyirsə, kim? Ana. Yəni, burada trenin solu müstəqil olaraq mübtədən sonra cavab verdiyinə görə əlavə mübtədiyə aiddir. Kəndimiz Kiçik Qafqaz dağlarının ətəyində meşəlik ərazidədir. Bu kimi nümunədə adətən zəhli ilə çaşdırmaya çalışırlar. Ehtiyatlı olursunuz nədən? Trenin sağında gələn ifadəyə bax, meşəlik ərazidədir. Görsən, dır xəbərli şəkilsindən işlənibdir. Demək ki, əlavə xəbərin də burada. Xəbərin əlavəsidir. Hamısı bütövlükdə bir cümlə olmuş olacaq. Dağların ətəyində deyir, yəni meşəlik ərazidədir. Bu formada da işlədə bilərsən. Cavab olar A variantı. 14. Hansı cümlədə səbəb zəfliyi var? Səbəb zəfliyi fe'l sifətlə əsasən ifadə olunur və ya fe'l sifət tərkibi ilə. Bu da fe'l sifətin dıq, acaq, şəkilçi sözləri və üçün qoşmasından olmuş olur. A-da verilən nümunədə oxuyanlar üçün sərgi təşkil olundu. Kim üçün? Burada səbəb zəfliyi deyil, tamamlıqdır. B-də verilən nümunədə əzab çəkir kim? Gülər. Hansı gülər? Xəstələndiyi üçün dərsə gəlməyən. Düz, xəstələndiyi üçün səbəb anlayışı daşıyır. Amma zəflik deyil. Niyə? Çünki özündən sonra gələn, daha doğrusu izah etdiyi, əlaqələndiyi fe'l sifətlə bir yerdə işlənir deyə müstəqil cümlə üzv rolunda çıxış edə bilmir. Cümlədə səbəb mənası var, amma səbəb zəfliyi yoxdur. Aygündən küsdüyü üçün ona salam verməyən heyran. Yenə heyran. Hansı heyran? Aygündən küsdüyü üçün ona salam verməyən. Fe'li birləşmə mənası tərəfinə gəlir deyə özü müstəqil cümlə üzv rolunda işlənmir. Gözləri qızarmışdı. Niyə? Gecə gündüz dərs oxumaqdan. Məsləhət çıxışlı halda işlənəndə səbəb anlayışı ifadə edə bilər. Bax, gözləri qızarıb. Sual çıxır. Niyə gözləri qızarıb? Cavab versən ki, gecə gündüz dərs oxuduğu üçün. Buna görə cavab olur D variantı. Biz bu niyyətlə şairə gedirik. Burada məqsəd anlayışı var. Çünki gedəndən sonra nəsə bir iş eləyəcəksən və gələcək məzmunu var orada.
15. Cədvəl əsasında cümlələrlə bağlı doğru fikirlər istəyir bizdən. Mübtəda ismi birləşmə ifadə olunmuşdur. Atasının öğüt nəsihətləri geriyə kəndə doğru gedəndə davam edirdi. Bax, davam edirdi nə? Atasının öğüt nəsihətləri. Sonra nə edirdi? Gedirdi. Kim? Bu cümlənin ümumiyyətcə mübtədası yoxdur. Daha sonra idman edərdi, əl üzünü yuyardı. Kim o? Baxsan, son iki cümlədə mübtəda ümumiyyətcə işlənməmişdi, amma birincidə ismi birləşmə ifadə olunub, bunu doğru cavab kimi götürə bilərik. İstiqamət bildirən qoşmanın işlənməyi birincidə var kəndə doğru, sonra ikincidə var dərinliklərinə tərəf. Ona görə bu ikisinə aiddir. Mürəkkəb isim işlənmişdir. Birincidə öğüt nəsihət, ikincidə qorxu öykü, üçüncüdə də əl üz. Hər üçündə var. Yalnız qrammatik mənası olan söz işlənmişdir. Yəni köməkçi hissəsi istəyir bizdən. Sonuncu nümunəyə baxsaz, yoxdur. Yalnız qrammatik mənası olan sözümüz işlənməyib, ona görə bunu atdım kənara. Xəbər keçmiş zamanda olan feillə ifadə olunmuşdur. Edir, indiki zaman, gedir, indiki zaman, edər, gələcək zaman. Oradakı d-ların hər biri hissəcikdir. D-nın əvvəlinə maqmaq qoyub yoxlaya bilərsən. Demək, xəbər keçmiş zamanda olan feillə ifadə heç birinə aid deyil. İki ismi birləşmə işlənmişdir. Birinci verilən nümunədə bir dənədir, atasının nəsihətləri. İkinci verilən nümunədə meşənin dərinlikləri. Üçüncü verilən nümunədə soyuq su və qarın içi 2 dənədir. Ən azı bunu birinə aid edə bilirsən deyə götürmədin. Cavab olar A. 16. Hansı tabesiz mürəkkəb cümlənin tərəflərindən biri səbəb, digəri nəticə bildirir? Səhv nəticə ilə qayıt, tabesiz mürəkkəb cümlə lazımdır bizə. Qapı açıldı, daha sonra fən müəllimi otağa doldu. Daha sonra. İş qapı açılandan sonra baş vermiş olur. Ona görə bu olur ardıcıllıq. Xatirələrlə dolu musiqi səsləndi. Buna görə də Həmidə xala kövrəldi. Bax, Həmidə xala kövrəldi. Buradan sual çıxır. Niyə? Xatirələrlə dolu musiqi səsləndiyi üçün. İkinci tərəfdən çıxan sualın cavabını birinci səhvdə cavablaya bilirsənsə, o zaman səbəb nəticə ilə tabesiz mürəkkəb cümlə formalaşa bilir. Axırıncı dərsi keçmədilər. Niyə? Çünki tufan başladı. Demək, burada da yenə səbəb nəticə var. Əlbas kişinin köynəyinə düz ürəyinin başına tut düşdüyünü görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi. Bu sadə cümlədir. Düzdür, səbəb anlayışı var cümlədə, amma bu tabesiz mürəkkəb cümlə deyil. Müəllim uşaqlara dərsi danışır, uşaqlar diqqətlə dinləyir. Bu zaman əlaqəsidir. 17. Məncə dərs oxusan uğura nail olarsan. Buradakı məncə mən kimi mənasını ifadə edə bilir və müqayisə anlayışı ifadə edən zərflikdir. Yəni kəmiyyət zərfliyi deyil. Həmçinin oxusan, fikir versən, budaq birinci gəlib, baş ikinci gəlib. Və bu ifadə əslində bunu iki cür düşünə bilərsən. Mən qədər dərs oxusam mənasında kəmiyyət zərfliyi kimi də düşünə bilərsən. Kontekstə görə iki başlıq təşkil edilmiş olur. Sadəcə baş cümlədə yox, budaq cümlədə işlənmiş olur. Ona görə atdın kənara getdi. Fikir mənbəyini bildirən modal söz işlənmişdi. Xeyr. Məncə sözündən sonra vergül olsaydı götürə bilərdin. Və sualın şərtinə yazsaydı ki, duruş halları məqsədli olaraq buraxılıb. O zaman iki cür düşünə bilərsən. Əgər elə bir şey verməyib, sualın şərti sənə bir istiqamət vermirsə, sən onu özündən uydurub variant qurma. Çünki sual onu istəyir ki, sən variant uydurasan və səhv edəsən. Həmsiz xəbərli sadə cümlədir. Xeyr. Burada görsən sasə var. Hər ikisi ikinci şəxsədir. Burada bir sıxıntı yoxdur. Sən oxusan, sən nail olarsan. Amma tabeli mürəkkəb cümlənin elə bir dərdi yoxdur ki, mənim xəbərlərimi eyni şəxsə vermə. Tabeli fərq eləmir. Xəbərlər eyni şəxsdə də ola bilər. Tabelinin dərdi cümlələr arasındakı asıllıqdır. Yəni tabeli mürəkkəb cümlə deyir ki, əzizim, mənim tərəflərindən birini digərinə asılı elə. İstəyirsən mübtəda xəbəri bir-birinə bənzər elə, sən elə, onun heç bir dəxli yoxdur. Sadəcə o asıllığı ver. Sən də o asıllığı görsən ki, burada var da, sasə var. Sən burada birinci sərfə budaq, ikinci sərfə başın işarəsini qoya bilirsənsə, xəbərlər istəyir 5-ci şəxsdə olsun, heç bir dəxli yoxdur, mövzu mürəkkəb cümlədir. Ona görə bu da yanlışdır. Birinci sözdən sonra vergül qoysa, yalnız qrammatik mənası olan ifadələrin sayı dəyişməyəcək, doğrudur. Niyə? Çünki mən əvəzlikdir, cacə də burada qoşmadır. Sən vergül qoysan, bu keçib bütövlükdə olacaqdır. Köməkçi hissəsi, modal söz. Əsas hissəsinin sayına təsir eləyir, amma köməkçiyə təsir eləmiş olmur. Tamamlıqlar tabesiz əlaqəsində bir-birinə əlaqələnmişdir. Burada tabesiz əlaqəsinin t-sı da yoxdur. 18. Tələffüz formasına verilən dəliyə daş atdılar cümləsini həm bunu düşünə bilərsən, dələyə daş atdılar, həm düşünə bilərsən, dəliyə, dəli adama mənasında, həm də dəlik sözünü götürə bilərsən. 3 mənada, 3 məzmunda düşünülə bilər. Cümlədə bir tamamlıq, bir mübtəda və bir xəbər işlənmişdir. Burada tamamlıq var. Atdılar nəyə? Daşı. Amma bu cümlə qeyri-müəyyən şəxsi cümlədir. Cümlədə mübtəda yoxdur. Müəyyən şəxsi cümlədə xeyr, qeyri-müəyyən şəxsi cümlədir. İlk sözü 2 fərqli hissəsi və 3 fərqli leksik məna söz kimi düşünə bilərik. Bəli. Dəli mənasında sifət deyir. Dələ və dəlik mənalarında isə isimdir.
və 3 fərqli ekstra mənası var. Cümlədə 2-nin hissəsinin işləndiyini əminliklə söyləmək ola bilər. 2-nin hissəsini söylədiyini əminliklə deyə bilməzsən. Çünki dəli sözü sifət də ola bilər də. Sifət olanda artıq 3 dənədir. Bitişdirici samitin işləndiyini düşünmək olmaz, yanlışdır. Dəli, dələ mənalarında y bitişdirici samitdir. 14, daha doğrusu 19. Hansında ikinci dərəcəli üzv yoxdur? Xəstə xəstəni yaxşı başa düşər. Başa düşər. Kimi xəstəni, necə, nə tərzdə? Burada var. Qorxaq olar. Nə? İt. Hansı it? Hürən it. Burada təyin var. Az əyləşər. Nə qədər əyləşər? Burada zərflik var. Daha sonra keçmişə boylananda xoş günləri görənlər müdriklərdir. Müdriklərdir. Kim? Keçmişə boylananda xoş günləri görənlər. Cavab olardı. Məqsədsiz və mübarizəsiz həyat. Həyat necə həyat? Məqsədsiz, mübarizəsiz. Burada təyinlər var. 20. Hansı cümlədə uzlaşma əlaqəsi var? Uzlaşma əlaqəsi harda olur? İkinci və üçüncü təyin söz birləşməsinin komponentlər arasında və mübtəda xəbər arasında. İsti aşa soyuq su qatmazlar. Bu ümumi şəxsi cümlədir. Bunun mübtədası yoxdur. Eləcə də kör gözdən yaş ummazlar. Burada suyu qatmazlar, yaşı ummazlar. Su və yaş sözü ilə aldatmaq istəyir səni. Onlar qeyri-müəyyən təsir yaldadır. Sən onların hal şəkilsini bərpa edib cümlənin çox rahat şəkildə mübtədası olmadığını müəyyənləşdirə bilərsən. Sonra çörəyi dizində olandan uzaq gəz. Kim? Sən. Burada ümumiyyətlə mübtədası yoxdur. İlanı yuvasında öldürərlər. Yenə öldürərlər. Nəyi? İlanı. Görsən, harada yuvasında. Burada da ikinci növ təyin söz birləşməsi falan yoxdur. Bəzən bu kimi nümunədə fantaziya verən yoldaşlar nə edirlər? Deyir, burada yuvasında sözündə s mənsubiyyət var da. Və ya nə bilim, ümumiyyətlə burada çörəyə dizində olmaq frazeyində burada zaten nəyisə parçalaya bilməzsən. Mənsubiyyət şəkilsini görür və ya da deyir ki, mən mübtəda bərpa edə bilirəm də onlar öldürərlər. Elə şey eləyə bilməzsən. Birincisi, bu qeyri-müəyyən şəxsi cümlədir. Qeyri-müəyyən şəxsi cümlənin mübtədası bərpa olmur. Əgər onu bərpa edirsənsə, bu qaydanı bilmirsən deməkdir. İkincisi, s mənsubiyyət şəkilsi ilə işlənibsə, sən orada hökmən yiyəlik halı görməlisən. Yiyəlik halından bir yerdə işlənib, onun yuvasında, nə bilim, ilanın yuvasında halını sənə verməlidir ki, sən orada uzlaşmanı götürəsən. Yoxdursa uzlaşma yoxdur. Cavab olar bu variantı. Pas tutmaz. Nə? Dəmir. Dəmir burada mübtədadır və nə var burada? Çox rahat şəkildə deyirsən ki, uzlaşma əlaqəsi var. Mübtəda xəbər arasında hər iki üçün şəxsin təkində də uzlaşma əlaqəsi də var. Heç bir sıxıntımız da yoxdur. Sonra 21. Bizə deyir ki, tünd qara şriflə verilmiş hansı ifadəyə sual verilməsə də cümlə özüdür. Sual verilməmək məsələsi nə vaxt olmuş olur? Sual əvəzliyində, bir də ki, predikativlərdə. A-da yoxdur, B-də yoxdur. Daha sonra C-də, D-də də yoxdur. Cavab olur. Kim sual əvəzliyidir, mübtəda rolundadır və suala cavab vermədən cümlə özü kimi işlənibdir. Sonra hansında fe'li birləşmə nə tərzdə sualına cavab vermiş olur? Nə tərzdə sualına cavab vermək üçün tərz hərəkət zərfliyi lazımdır bizə. Nərmin xanım dərslərdə aktiv olan şagirdləri mükafatlandırdı. Burada ümumiyyətcə elə bir zərfliyimiz yoxdur. Gülnar oxuduğu bədii kitablar uşaq evinə hədiyyə etdi. Burada da tərz bildirən zərfliyimiz yoxdur. C variantı ola bilər. Bax, nə etdi? Gördü. Kim? Elmir. Elmir kimi gördü? Leylanı. Necə, nə tərzdə gördü? Kitabxanada dərs oxuyan. Kitabxanada dərs oxuyan halda, tərzdə mənasındadır. Fe'li sifət bu vəziyyətində özünə aid olmayan sintaktik vəzifəni, yəni tərz hərəkət zərfliyi roluna çıxış eləmiş olur. Şəfiqə bu olanlara görə xanımı günahlandırırdı. Burada səbəb anlayışı var. Gülnar xanımla dostlaşan Aynur çox mehriban qadın idi. Burada çox ədatdır. Bu kəmiyyət zərfi və ya zərfliyi deyil. Ona görə bu da belə getdi. Burada ümumiyyətcə tərz hərəkət zərfliyimiz yoxdur. 23. Cümlədə işlənmiş modal sözlərin məna növlərini istəyir. Sanki nə olacaq? Fikrin mənbəyi, bənzətmə, təsdiq. Təbii ki, bənzətmə olar. Düzdür, təsdiq bildirər. Görünür, güman, şübhə bildirər. Məncə də ki, fikrin mənbəyini bildirər. 24. Deriş və yazışı arasında bir fərqli məqam olan sözləri istəyir bizdən. Baxaq. Sillagizm və ya nəniyə və innovasiya. 1, 4, 6 şəklində. Ordendə dəyişmir, qalereyada dəyişmir. Peşman sözü peşiman deyil. Peşman şəklində də tələffüz olunur. Yəni, cavab 1, 4 və 6 olacaq 24-də. 25. Hansı sözlər düzgün yazılmışdır? İzdiham düzdür, kələkbaz olmalıdır, leit motivi olmalıdır, lingafon burada qaydasındadırmı? Bəli, qaydasındadır. Struktur, burada u artıqdır. Təhqiqat olmalıdır. Bu sualımızın da doğru cavabı olar 1, 2 və 6-da verilən fikirlər. 26. Hansı sözləri iki fərqli hissəsi kimi düşünmək olar?
İxtiyar sözü qoca mənasında işlənə bilir. Həm də ki, seçim, haqq, hüquq mənasında işlənə bilər. Yəni, həm bunun isim mənası var, həm də ki, sifət mənası var. Çox rahat şəkildə bunu götürə bilərsən. Elektrik sözüdür, şaxta sözüdür. Bunlar istənilən halda isim kimi qalan sözlərdir. Vurğuya görə leksik mənası dəyişir, amma niksəsi dəyişmir. Əqrəb isimdir. Qara sözü sifət ola bilir. Qara, aşın qarası mənasında işlənə bilir. Nə bilim, qara rəng mənasında işlənə bilir. Nəticə etibarən həm isim, həm də ki, sifət ola bilir. Qələm sözü yalnız isimdir. Xırdaxuruş həm isim, həm də sifət ola bilər. Xırdaxuruşun bir mənası var. Xırdavat mənasında işlənmiş olur. Hər cür xırda şeylər mənasında. Məsələn, bu günlər mən xırdaxuruş aldım. Bir də əhəmiyyətsiz mənası var. Məsələn, xırdaxuruş şeylərə əhəmiyyət vermirdi. Yəni, kiçik, xırda, əhəmiyyətsiz mənasını ifadə edir. Ona görə cavab olmalıdır burada 1, 3 və 5-də verilən fikir. Yəni, bir növ xırdaxuruşun o xırda mənasından törəyən bir mənadır. Sonra 27. Sadə cümlənin şəxsi görünəbilərini yoğunlaşdırmaq lazımdır. Mənim gözüm ondan su içmir. Burada hamısı bir yerdə cümlənin xəbəridir və bu cümlə şəxsi cümlədir. Meyvədir nə? Xəstəninki. Mübtəda var, müəyyən şəxsi cümlədir. Gəlib mən boyda kişiyə salam verməzlər. Bu da ümumi şəxsi cümlədir. Çünki bu prosesi etməyən adama bir növ qınaq eləmiş olur da. Şəxssiz, müəyyən və ümumi şəxsdir. İmtahandan uğurla keçənlərə göz aydınlığı verərlər. Bu da ümumi şəxsi cümlədir. Hamı yad edilir ki, imtahandan keçibsə, get ona göz aydınlığı ver, sevindir. Səhərin açılmasına az qalırdı. Az qalırdı nəyə? Səhərin açılmasına. Mübtədası yoxdur, bərpa edə bilmirsən və şəxsi cümlə olur. Evimizin yaxında gözəl binalar tikilir. Nə tikilir? Mübtəda var, müəyyən şəxsi cümlədir. Həll edə bilər kim? Yenə mübtəda var, müəyyən şəxsi cümlədir. Yazırdılar nəyi? Yazıları. Bu qeyri-müəyyən şəxsi cümlədir. Mübtəda yoxdur və heç birini yaza bilmirsən. Ümumi bu qədər.